Salam hörmətli tamaşaçılar, efirdə Xalq Seçir, studiyada Füzuli İsmailovdur. Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı davam edir. Nəzərinizə çatdıram ki, qanunvericiliklə müəyyən edilmiş qaydada prezident seçkiləri ilə bağlı seçki qabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Qanunvericiliyin tələbinə uyğun olaraq sentyabrın 16-sından təşviqata start verilib və bildiyiniz kimi təşviqat dövründə ödənişsiz efir vaxtı ictimai televiziya və ictimai radiodadır. Mərkəzi Seçki Komissiyasının qərarı ilə keçirilmiş püşkatmaya uyğun olaraq namizədlərin təşviqatı üçün dəyirmi masada sözvermə arzuluğu müəyyən olunub. Hər dəyirmi masada hər bir prezidentliyə namizədin təşviqatına 6 dəqiqə ayrılır. Dəyirmi masa iştirakçılarına bir daha seçki məcəlləsinin 88-ci maddəsinin tələblərini xatırladıram. Kütləvi informasiya vasitələrində, yayılan çıxışlarda və təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasına səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Bir daha hər birinizi salamlayıram, hörmətli dəyərli masa iştirakçıları və beləliklə püşkatma ilə müəyyən olmuş çıxış ardılığına uyğun olaraq namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca söz verilir. Buyurun. Əziz həmvətənlər, vaxtilə Əbülfəz Elçi bəy öz siyasi maraqlarının girovuna çevirənlər, ondan bir örtük kimi faydalananlar, sonra həm partiyasını, həm də hakimiyyətini çöktürənlər, eyni senarini bu günləri Cəmil Həsənlinin üzərində həyata keçirməkdədirlər. Siyasi ziddiyyətlər içərisində olan Milli Şurada Cəmil Həsənlinin namizədliyini verənlər özlərinin heç biri bu ön cəbhələrə gəlmirlər, bu debatlarda iştirak eləmirlər. Və sizə əmin eləyirəm ki, 15 gündən sonra 10 oktyabrda Cəmil Həsənlinin aldanmış kəvakib obrazını meydanlarda görənlər onu tək qoyub gedəcəklər və biz bir daha onun şahidi olacağıq ki, o qüvvələr, o siyasi təşkilatlar ki, illərlə ziddiyyətlərin içərisində olublar, onlar Azərbaycanın gələcək həyatını müəyyənləşdirə bilməzlər. Zamanımı saxlayıram. Zahid Oruc, sizin təşviqatınız üçün 5 dəqiqə 12 saniyə vaxtınız qalır. Sırada isə prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun. Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları. Prezidentliyə namizədlərin bəziləri tərəfindən Azərbaycanda ciddi dəyişikliklərin edilməsi haqqında çağırışlar səsləndirilir. İnsanda belə təəssürat yaranır ki, sanki bu çağırışlar səsləndirilənlərin bəziləri 20-ci əsrdən 21-ci əsrə keçid eləyə bilməyiblər. Əks təqdirdə bunlar yəqin görərdilər ki, Azərbaycanda artıq o dəyişikliklər baş veribdir. İqtisadi sahədən başlayaq. Azərbaycan bugün dünyada iqtisadi sferada sürətlə inkişaf edən dövlətlərdən biri hesab olunur. 10 il ərzində Azərbaycanın iqtisadi qüdrəti 3,4 dəfə artıbdır. Azərbaycan Cənubi Qafqazda 3 dövlətin toplam iqtisadi potensialının 80%-nə sahib olan bir ölkədir. Sosial sferada Azərbaycanda son 10 il ərzində yoxsulluğun həcmi səviyyəsi 50%-dən 3%-ə qədər azalıbdır. 1.200.000 yeni iş yerləri açılıbdır. Maaşların və pensiyaların artırılması istiqamətində çox ciddi işlər görülübdür. 2003-cü ildə Azərbaycanda orta əmək haqqı təxminən 80 manata bərabər idi. İndi isə 400 manatdan yuxarıdır və artım 5 dəfədən yuxarı olubdur. Eyni sözləri pensiyalar haqqında demək olar. 2003-cü ildə Azərbaycanda orta pensiya 20 manata bərabər idi. Diqqət yetirin, 20 manata. İndi isə 180 manatdır və bu sahədə də artım 9 dəfə təşkil edibdir. 2003-cü ildə iqtisadi və sosial inkişaf parametrlərinə görə Azərbaycan inkişaf eləmiş dövlətlərdən təxminən 15 dəfə geridə qalırdı. İndi isə 2013-cü ilin göstəricilərinə görə, bu parametrlərə görə Azərbaycanın inkişaf eləmiş dövlətlərdən fərqi 4 dəfəyə, bir sıra hallarda isə 3 dəfə yarım dəfəyə qədər azalıbdır. Azərbaycanda baş verən dəyişikliklər təkcə bunlardan ibarət deyildir. Ölkəmizdə 10 il ərzində möhtəşəm infrastruktur layihələri həyata keçirilib və bunların nəticəsində Azərbaycanda 10 il ərzində 2500 yeni məktəb inşa edilibdir. 500-dən yuxarı ən müasir səhiyyə müəssisələri inşa edilib, istifadəyə verilibdir. Bunlar Azərbaycanda 100 il ərzində təhsil və səhiyyə sahəsində yaradılan infrastrukturun təxminən yarısına bərabərdir. Eyni zamanda təbiidir ki, bütün bunların hamısının nəticəsində Azərbaycanda inşa edilən 7000 kilometr
yollar və digər infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın siması Bakıdan tutmuş Azərbaycanın bütün güşələrində dəyişib. Azərbaycan müasir, inkişaf etmiş bir ölkəyə, bir məmləkətə çevrilibdir. Bu da Azərbaycanda baş verən dəyişikliklərin tam mənzərəsi deyil. Azərbaycan bugün sözün həqqi mənasında sabitliyin, əminamanlığın möhkəm qərar tutduğu bir ölkəyə çevrilibdir. Azərbaycana yaxın, bəzi hallarda yaxın olmayan ölkələrin bir çoxlarında insanlar sabitliyi və əminamanlığı yalnız arzu eləyə bilirlər. Azərbaycan isə Prezident İlham Əliyevin çox sərrast ifadəsinə görə bugün dünyada sabitlik adasını xatırladır. Hesab edirəm, bu da Azərbaycandakı dəyişikliklərin mənzərəsini bütövlüklə təsvir etmir. Azərbaycanın beynəlxalq imici də bu illər ərzində əhəmiyyətli dərəcədə dəyişibdir. Bugün Azərbaycana istər beynəlxalq təşkilatlarda, istər dünya birliyində hörmət və ehtiram artır və bunun bilavasitə ifadəsi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən ibarətdir. Bəli, Azərbaycan dəyişib, əsaslı surətdə dəyişibdir. Ona görə də bugün Azərbaycanın yenidən dəyişməsinə elə bir ehtiyac yoxdur və ümumiyyətlə ehtiyac yoxdur. Ehtiyac olan bir şey varsa, o da bu dəyişikliklərə gətirib çıxaran siyasəti bundan sonra da davam etdirmək, Azərbaycanı daha güclü etmək, insanlarımızın həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Sonra davam edəcəm. Əli Əhmədov, sizin 2 dəqiqə 3 saniyə vaxtınız qalır. Püşkatma arzuluna uyğun olaraq namizədlik Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər, möhtərəm televiziya tamaşaçıları. Hamınızı bir daha bu studiyadan salamlayıram və çıxışıma bugün səhiyyə və səhiyyədəki problemlər, o cümlədən bizim hakimiyyətə gəlişimiz zamanı səhiyyədə görəcəyimiz işlərlə bağlı sizə öz platformamdan danışmaq istəyirəm. Hər bir cəmiyyətin sağlamlığı, insanların sağlamlığı bir dövlətin təməl prinsipidir və hər bir dövlətin, hakimiyyətin vəzifəsi insanların, orada yaşayan cəmiyyətin bütövlükdə sağlamlığını təşkil etməkdən, onun qayğısına qalmaqdan ibarətdir. Təəssüflər olsun ki, biz hər gün özümüzün, doğmaların, yaxınların müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, qəfil ölümlərin sayının artdığını və bu tipli problemlərdə Azərbaycanda səhiyyə sistemində olan çatışmamazlıqların hamısını ardıcıl olaraq izləyə bilirik, görə bilirik və bundan çıxış yollarında bəzi məqamlarda sadə vətəndaşlar xarici ölkələrə üst tutmaqda görür. Bugün Azərbaycanda səhiyyənin vəziyyəti necədir? Bugün Azərbaycanda infarktın riski 95%'dir. Bunun sadə səbəbi var. Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyəti onların həkimə müraciət etməsini çətinləşdirir və onlar aylarla, illərlə, bəzən 10 illərlə ta xəstələnib ağır vəziyyətə düşənə qədər səhiyyə ocaqlarına müraciət edə bilmir. Müraciət etdiyi səhiyyə ocaqlarında isə onları ya qeyri-peşəkarlıq ya da imkansızlıq şəraiti ilə üz-üzə buraxırlar. Üst tutub İrana gedənlər, Türkiyəyə gedənlər, yaxın, uzaq, xarici ölkələrə həkimə gedənlər bizim hər birimizin, dostlarımızın, tanışlarımızın içərisində var. Bizim hər birimiz hər gün bu prosesdə bu problemlərlə üzləşən vətəndaşlarımızı görürük. Nə təklif edirik səhiyyə üçün? Birinci növbədə 3 pilləli səhiyyə xidməti təklif edirik. Bunun birincisi ailə həkimi institutunun yaradılmasıdır. Azərbaycanda bugün ailə həkiminin olmaması ucbatından yerlərdə xəstəliklərin tarixçəsi və həkimə müraciət imkanları məhdud olan şəxslərin istiqamətləndirilməsi olduqca pis təşkil olunur. Bugün regional xəstəxanalar da açıla bilər, bugün diagnostik mərkəzlər də açıla bilər, tibb mərkəzləri də yaxşılaşdıra bilər. Amma kadr bazasının burada təşkili və insanların bura müraciət etmək imkanları varmı? Onlar istiqamətlənə bilirmi? Kənd rayonlarında hər ay 50 ailəyə bir ailə həkimi müəyyən etməklə xəstələrin istiqamətləndirilməsi və şəxsi uçot qeydiyyatının aparılması bizim siyasətin prioritet hissəsidir. Və bu istiqamətləndirmədən sonra onların regional və mərkəzi xəstəxanalarda müalicəsi təşkil olunacaq. Bu bizim birinci prioritet sahəmizdir. İkinci, tibbi sığorta, məcburi tibbi sığorta kartlarının müəyyən olunmasıdır ki, bu da ildə vətəndaşın hər birinə 2 dəfə 6 aydan bir pulsuz müayinə və orta dərəcəli əməliyyat haqqı verir ki, bu da dövlətin hesabına pulsuz həyata keçirilir. Və 2 il müddətində bundan istifadə etməyən vətəndaşlar növbəti mərhələdə bu sığorta kartlarından məhrum ediləcəklər ki, biz onun sağlamlığının zorən qayğısına qalmağı dövlətin üzərində bir vəzifə olduğu kimi onlara xatırladaq. Təbii ki, Azərbaycanda talasemiya, vərəm, orqan köçürülməsi, QİS və bu tipli şəkər diabetindən əziyyət çəkən çoxsaylı xəstələrimiz var ki, onların da müalicəsi pulsuz ölkə daxilində dövlətin hesabına müayinə və müalicə olunmalıdır.
Ölkədə özəl sektorun inkişafına xüsusi diqqət ayrılmalıdır. Lakin dövlət xəstəxanalarında çalışanların əmək haqqı buna nisbətən elə səviyyədə verilməlidir ki, həkim-pasiyent arasında, həkim-xəstə arasında münasibətlər yeni bir sistemdə qurulsun. Bugün Azərbaycan həkimlərinin vəziyyəti nə gündədir? Bugün Azərbaycan həkimlərinin aldıqları maaş onları qane edirmi? 100 minə yaxın tibb personalının aldığı maaş cəmi 130-140 manatdır. Bu maaşla, bu aldıqları məvaciblə onlar ailəni mi saxlasınlar, yoxsa problemlərini mi həll etsinlər? Biz düşünürük ki, Azərbaycanda 30 minə yaxın ailə həkiminin, 70 minə yaxın isə orta və yuxarı tibb personalının region və mərkəzi demək şəhərlərdə yerləşdirilməsi, 100 minlik ümumi tibb personalının mövcud olması hesabına Azərbaycan vətəndaşlarının sağlamlığını qoruya bilən bir səhiyyə siyasəti sərgiləyə bilərik və bu hər biri vətəndaşlarımız üçün kifayət qədər imkan açan, onun sağlamlığını qoruyan bir siyasət olmalıdır. Biz düşünürük ki, hər bir həkimə ştat cədvəli üzrə 1000 manata qədər demək maaş veriləcək və bu 1000 manatın üzərinə sığorta kartlarından gələn 25%lik uçot dərəcəsi və demək kartlardan əlavə faizlər ödəniləcək və həkim pasiyentin əlinə baxmayacaq. Həkim-pasiyent münasibətləri yeni müstəviyə, xəstə münasibətləri yeni müstəviyə çıxarılacaq. Azərbaycanda tibbin inkişafı üçün kifayət qədər imkanlar olduğu halda Azərbaycan xəstələri İrana, Turana üst tutmayacaq. Azərbaycanın daxilində bütün imkanlar saxlanılacaq ki, onlar bu şəraitdən yararlana bilsinlər. Yeni kadrların yetişdirilməsi üçün dövlət sifarişləri həyata keçiriləcək. Rayonlarda xüsusilə təcili tibbi yardım xidmətlərinin təşkili yeni mərhələdə həll olunacaq. Bugün şəhərdə təcili tibbi yardım xidmətləri işləsə də regionlarda bundan ciddi şəkildə əziyyət çəkənlər var. Bugün Azərbaycanda xəstələr xəstəlik tarixlərini belə bilmirlər. Həkimə o zaman müraciət edirlər ki, artıq iş işdən keçmiş olur və bizim həkimə müraciət edən xəstələrimizin böyük əksəriyyəti ailəsinin yanına sadəcə bir təsəlli üçün günlərini sayaraq qayıdır, ölümlə üzbəüz faktı ilə qayıdır. Sadə səbəbə görə onların heç biri uzun müddətli müayinədən keçmir. Uzun müddət onların ümumi müayinəsi həyata keçirilmir. Bax, bütün bunların hamısını dəyişəcək bir səhiyyə siyasəti ortaya qoyacaq. Bütün bunların hamısını dəyişəcək və Azərbaycan insanının, Azərbaycan cəmiyyətinin qeydinə qala biləcək bir səhiyyə siyasəti ortaya qoyacaq. Bütün Azərbaycan vətəndaşlarını səsləyirəm. Səhiyyədə sağlamlığınıza diqqət edən bir siyasətin olmasını istəyirsinizsə, bir siyasətin gerçəkləşməsini istəyirsinizsə, mənə Ümid Partiyasının namizədi kimi dəyişək şüarı ilə bu seçkilərə qatılan İqbal Ağazadəyə səs verin. Hamınıza təşəkkür edirəm və seçkilərdə səs verməyə çalışıram. İqbal Ağazadə, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitdi və hörmətli tamaşaçılar, bir daha xatırladırıq ki, siz qeydə alınmış prezidentliklə namizədlərin təşviqatı üçün İctimai Televiziya efirində ödənişsiz efir saatında dəyərli masanı izləyirsiniz. İndi isə püşkatmaya görə söz verilir. Prezidentlər namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmailovun vəkili Mais Gülaliyeva. Axşamınız xeyir olsun, əziz seçicilər. Yəqin ki, bu 2 həftədə hiss elədiniz ki, bütün prezidentliyə namizədlər və ya onların vəkilləri, səlahiyyətli nümayəndələri cəmiyyətdəki vəziyyətin, ictimai-siyasi vəziyyətin, iqtisadi vəziyyətin, sosial vəziyyətin dəyişməsində və bu sahədə öz proqramlarını bildirməkdədirlər. Və dəyişikliyi hamı istəyir, o cümlədən siz istəyirsiniz. Ona görə istəyirsiniz ki, hər gün özünüzün ailənizdə, uşaqlarınızla münasibətdə, məktəblə münasibətdə, səhiyyə ilə münasibətdə belə dəyişikliklərin nə qədər vacib olduğunu hiss edirsiniz. Lakin onu da hiss edirsiniz ki, qanunlara riayət olunmasında və bütün sahələrdə rüşvətxorluğun və korrupsiyanın çəklənməsində sizin müqavimət imkanınız nə qədər zəifdir. Yəni, hakimiyyətin dəyişməkdə o qədər də həvəsi yoxdur. Bu da sizə bəllidir ki, müxalifətin özünün səbatsızlığı və kifayət qədər geniş proqrama malik olmaması və aydın proqrama malik olmaması bu dəyişiklik sahəsində sizi öz arxasınca aparmaq gücündə deyil. Ona görə hakimiyyət dəyişikliyi istəmir ki, güclüdür. Bunu etiraf eləmək lazımdır. Çünki xalq hakimiyyətin bu qanunsuz hərəkətlərinə, rüşvətə, korrupsiyaya müqavimət göstərə bilmir. Ona görə müqavimət göstərə bilmir ki, yenə təkrar hakimiyyət olduqca güclüdür. Hakimiyyət 1993-cü ilə nisbətən 1999-a, 2000-ci ilə, 2003-cü ilə, hətta 2011-12-ci ilə nisbətən bugün daha güclüdür. Ona görə güclüdür ki, məhz son 20 ildə
bu hakimiyyətin güclənməsi üçün vacib olan şərtlər həyata keçirilib. O şərtlər ki, maliyyənin, kütləvi şəkildə böyük bir maliyyənin ilkin və sonraki axını həyata keçirilib. Hakimiyyətin möhkəmlənməsi üçün, hakimiyyətin güclü olması üçün ən əsas şərt hakimiyyətlə xalqın birliyidir. Təəssüf edirəm ki, bugün Azərbaycan hakimiyyətin gücü xalqda deyil, onun maliyyəsindədir. O maliyyəni ki, yine təkrar edirəm, 90-cı illərin ortalarında Dünya Bankı verdi, Avropa İttifaqı verdi, sonraki illərdə isə neftdən və qazdan gələn gəlirlər hakimiyyətin tamamilə sərəncamına keçdi. Və hakimiyyət öz hakimiyyətini möhkəmlənmək üçün məhz bu vəsaiti xalqla deyil, ona dəstək verən və bugün də onun arxasında dayanan, sabah da onun arxasında dayana bilən Avropa və Amerika şirkətləri ilə bölüşməyi daha üstün hesab elədi. Ona görə bugün məhz bu maliyyədə Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Avropanın digər ölkələrinin geniş spektrdə şirkətlərinin iqtisadi marağı olduğuna görə hakimiyyətin dəyişməsində, cəmiyyətin dəyişməsində, cəmiyyətin iqtisadi, siyasi vəziyyətinin yaxşılaşdırılmasında Avropa ölkələrdə, Amerikada nəinki maraqlı deyil, hətta indiki hakimiyyətə özlərinin köməyini göstərirlər. İkinci səbəb hakimiyyətin güclü olması üçün ondan ibarət ki, hakimiyyətə dəstək verə bilən dolayısıyla və Amerikanın maraqlarını müdafiə edə bilən müxalifət formalaşıb Azərbaycanda. O müxalifəti ki, hakimiyyət özü hər gün şişirdir. Siz yəqin hiss edirsiniz, bu seçki marafonunda da məhz o müxalifəti hər gün dilə gətirərək kütləvi informasiya vasitələrində bu hakimiyyət özü dəstəkləyir, şişirdir ki, digər tip müxalifət cəmiyyətdə görsənməsin. Elə tip müxalifət ki, o Azərbaycanın maraqlarını xarici şirkətlərə satmayacaq. Elə bir müxalifəti ki, o daxili, yerüstü, yeraltı sərvətlərin xarici təşkilatların nüfuz dairəsinə verməyəcək. Elə bir müxalifətin ortaya çıxmaması üçün məhz bu hakimiyyət bu tip müxalifəti, yəni radikal müxalifəti dəstəkləməkdə, şirtməkdə davam edir. Və ona görə də biz anlamalıyıq ki, bu hakimiyyətin gücü təkcə onun maliyyəsində yox, həm də onun şirtdiyi bu müxalifətdədir. Yəni, radikal, Amerikapərəz, Amerikanın maraqlarını yerinə yetirən, Avropa təşkilatlarının maraqlarını yerinə yetirən müxalifətdədir. Ona görə Azərbaycanda əgər dəyişiklik istəyirsinizsə, əgər doğrudan da gələcəkdə Azərbaycanın müstəqilliyini və suverenliyini istəyirsinizsə, doğrudan da Azərbaycanın ən yaralı yerlərindən biri olan Qarabağ probleminin həllini istəyirsinizsə, nəinki bu hakimiyyətin, hətta bu müxalifətin dəyişməsində maraqlı olmalısınız. Elə bir müxalifətin hakimiyyətə gəlməyinə dəstək verməlisiniz ki, o müxalifət doğrudan da Azərbaycanın yeraltı yerüstü sərvətinə tam hakimiyyəti təmin edəcək. Yeraltı yerüstü sərvət üzərində, onun maliyyəsi üzərində, Azərbaycanın idxalı və ixracı üzərində Azərbaycanın suverenliyini təmin edəcək. Ona görə elə bir müxalifətin, elə bir şəxsin hakimiyyətə gəlməyinə siz dəstək verməlisiniz ki, qanunun aliliyinə riayət eləsin. Elə bir şəxs məhz İlyas İsmayılovdur. Özünün ləyaqəti ilə, özünün bacarığı ilə, idarəetmə bacarığı ilə, dövlətçilik bacarığı ilə və həm də cəsarəti ilə o Azərbaycanın maraqlarını heç vaxtı, heç bir ölkəyə, heç bir şirkətə qurban verməz. Yəni, o elə bir şəxsdir ki, doğrudan da Azərbaycanın həqiqi suverenliyini və müstəqilliyini tam şəkildə təmin edəcək. İlyas İsmayılovun prezident seçilməsi ilə haqq ədalətin Azərbaycanda bərqərar olması təmin ediləcək. Və haqqın hakimiyyəti, ədalətin hakimiyyəti, qanunun hakimiyyəti bərpa olacaq. İlyas İsmayılovun təşviqatı üçün ayrılmış ödəniş efir vaxtı bitdi. İndi isə sırada prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevdir. Axşamınız xeyir, hörmətli seçicilər, hörmətli televiziya tamaşaçıları. Bizim bazar günü saat 4-də ayın 29-unda Yasamal rayonunun İnşaatçılar metrosundan çıxanda orada stadion var. Orada sizi hamınızı görüşə dəvət edirəm. Burada hamınız zəhlər eləyirsiniz, bizim saytlara yazırsınız ki, açıqlamalarını ver, müəyyən fikirlərini daha geniş şəkildə çatdır. Onu eşitmək istəyirsinizsə, Azərbaycanda
Azərbaycanı dağıdıb, istəyir yenidən dağıtmaq istəyən satqın qüvvələr, xarici kəşfiyyata işləyən insanlar, Azərbaycan hakimiyyətinin içindən müəyyən faktları alıb xalqa yalandan sırmaq, o cümlədən erməni məktubatında olanlar yalandan gəlib burada oxuyanları əsl simasını görmək istəyirsə, hamınızı ayın 29-unda saat 4-də həmin stadiona dəvət edirəm. O cümlədən bazar günü bizim seçicilərimizin Gəncədə görüşümüz olmalıdır. Orada mən gedə bilməyəcəm. Gəncədə bizim vəkillərimiz iştirak edəcək. Gəncə şəhər icra hakimiyyətindən, onun başçısından xahiş edirəm ki, vaxtilə sürət sönüvə dəstək verən, onu Azərbaycanda dövlət çevrilişinə cəhd etməyə vadar edən Kərimov vəlilərin orada bugün məndə olan məlumata görə mənə çatdırdılar ki, qarşılıq yaratmaq istəyirlər. Orada istəyirlər ki, müəyyən qüvvələri qardaşın üzünə qoysunlar. Mən öz tərəfdarlarımdan da xahiş edirəm ki, belə provokasiyalara getməsinlər. Hər halda Gəncə şəhər icra hakimiyyəti ayıq olmalıdır, bu məsələlərdə öz münasibətini bildirməlidir. Mən bugün istərdim ki, burada Həsənli Cəmilin arxasında gizlədən insanlarla üz-üzə gələm. Onlar mənim arxamıza bütün öz ermənilərdən aldığı pulun hesabına yazdıkları, buraxdıkları qəzetdə çox xoşa gəlməz fikirlər işlədilər. O cümlədən digər prezidentin namizədlər haqqında. Mən istərdim ki, burada bu Cəmil Həsənli yazığı salıblar ortaya, onu müdafiə etməkdən ötəri heç olmasa Qəmbərovsə, Kərimov, bütün dünya cavab çəkirlər ki, bizə efir vermirlər, meydan vermirlər. Bu meydan, bu şeytan. Gəlin, Hafiz Hacıyevi deyirsiniz ki, bizə şər atır, böytan atır. Gəlin gözümüzün içinə baxım, tet-a-tet oturaq buradan mübarizə aparaq. Ona görə də gedib siz başqa yerlərdə çıpıltısı ilə bu xalqın arasında yaralanan biz hakimiyyətə gəlirik, biz nə ayracıq gəlib, biz gəlib olanları da dağıdacaq, bu ölkəni viran qoyub gedəcək, bunu sizə imkan verilməyəcək. Mən xahiş edərdim, yazıqdır, bu da yorulubdur. Qoy, bunun yerinə bir gün Qəmbərov sizə gəlsin, bir gün Kərimov Vəli gəlsin, yalandan palaz-palaz o qəzetlərə müsahibə verməkdənsə, gəlin burada xalq sizi görsün simanız nəyə bələddir. Mən heç kiminlə dalınca danışıram, arxasında danışıram, aziz xalqım, görürsünüz. Oturmuşam burada tet-a-tet, kimlə nədir, kimin nə qabiliyyət maliyyəti, kim harada satqınlıq edir, kim harada hansı erməni ilə tütülləşir, kim hansı ingilislə harada nə al verilir, hamısının üzünə deyirəm. Gəlsinlər, Qəmbərov Hüseyin, Kərimov Vəli bizim hakimiyyətimizi devirdilər, bizi apardılar, türmələrə saldılar. Kərimov Vəli özü eşirət içində yaşadı, getdi başqa dövlətlərdən 3 milyonlarla o demokratiyanın inkişaf fondu var idi, orada pul aldı. Həsənli Cəmil də həmin o demokratiya fondunun içindeydi. Onu çatdılar, yedilər, bir hissəsini apardılar, xaricdə qoydular. Bəlkə Kərimov Vəlini döydülər. Hər halda bunların hamısı faktdır. Niyə gedib gizlənirsiniz? Bu da yazıqdır, yorulubdur. Gəlin bir dəfə də siz çıxın və burada mənim fikirlərimi dinləyin. Fikrimi saxlayıram. Hafiz Hacıyev, sizin 2 dəqiqə 40 saniyə vaxtınız qalır. Püşkatma arzuluna uyğun olaraq söz verilir Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevə. Buyurun. Axşamınız xeyir olsun, hörmətli həmvətənlərim, hörmətli rəqiblərim. Mən əvvəl dünənki görüşdə iştirak edən Şamaxılılara və iştirak etməyə cəhd edib, lakin buraxılmayan bütün Şamaxılılara təşəkkürümü bildirirəm. Bizim bir çox problemlərlə yanaşı təbii ki, bunların üzərində Dağlıq Qarabağ məsələsindən bağlı xüsusi düşüncələrimiz vardır. Biz hamımız hər gün bu haqda düşünürük. Və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu haqda çıxış yolları axtarır, onu qiymətləndirmə və problemləri aradan qaldırmaq üçün bütün səylərini ortaya qoymaqda da məncə səfərbərdir. Dağlıq Qarabağ məsələsi ağır məsələdir və aydındır ki, bu məsələ açıq şəkildə ifadə olunanda təkcə Ermənistanın təcavüzü deyil, Rusiya tərəfindən Azərbaycan ərazilərinin işğal olunması və ermənilərin də bu tandemdə birlikdə Dağlıq Qarabağ kontrol etməyindən başqa bir şey deyil. Badalaq siyasətidir və düşünülmüş şəkildə Azərbaycanın inkişaf eləməsini qarşısını almaq üçün həm də İranın burada xüsusi olaraq xidmətləri vardır və bu dövlətlər Azərbaycanın inkişafını qarşısını almaq üçün Qarabağ probleminin həll olunmasında qətiyyən maraqlı deyirlər. Amma biz bu problemi özümüz həll eləməliyik. Təbii ki, ən müxtəlif yollar deyilir, ən müxtəlif vasitələrdən istifadə olunması təklif olunur və qısa bir zaman ərzində bütün məsələlərə toxunmaq da mümkün deyil. Yalnız biz ümumi yanaşmalarla məsələyə münasibətimizi bildirə bilərik. Düşünürəm ki, günün birində torpaqlarımızı azad eləmək üçün savaşa girəndə ona qədər bir neçə iş görülməlidir ki, bunlardan ən önəmlisi hüquqi cəhətdən bizim haqlı olduğumuzu sübut edən imkanları ortaya qoymaq, göstərməkdən ibarətdir. Dünya ictimai rəyini buna hazırlamaqdan ibarətdir. Ondan başlayım ki, mən qəbul eləmirəm ki, Azərbaycan hökuməti bu günə qədər bu Dağlıq Qarabağ münaqişəsinin adını Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi kimi təqdim edir. Məncə bu yanlışdır. Azərbaycan unitar dövlətdir və Azərbaycan ifadəsinin içərisində Azərbaycanın bütün əraziləri gedir və bunu ayrıca subyekt kimi təqdim eləmək Azərbaycanın zərərinə işləyir. İkinci, Azərbaycanın
Bu məsələlərdə, müzakirələrdə ermənilər tərəfindən dəfələrlə status məsələsi ortaya atılanda yadlarına salınmır ki, ermənilərin ki, ATƏT-in ilkin mandatına görə Dağlıq Qarabağ ətrafında olan ərazilər boşaldılmamış status məsələsi müzakirə mövzusu ola bilməz. Üçüncü, Ermənistan parlamenti tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında qərar var, onun qüvvədən salınması haqqında fikirlər bildirilmir. Mən hesab edirəm ki, bu yanaşmaları ona görə ortaya qoymaq lazımdır ki, ilkin danışıqlarda hansı formada olursa olsun, əlimizdə olan sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, beynəlxalq qanunların imkan verdiyi imkanlardan istifadəni kifayət qədər normal eləyək. Bayaq hörmətli Əli müəllim bildirdi, Azərbaycan BMT-də Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi 2 illik vaxtı vardı. Bu müddətdə bu məsələlər orada qaldırılmalıdır ki, ən azından BMT-nin 4 qətnaməsinin həyata keçməsi üçün BMT nizamnaməsinin 7-ci maddəsinə görə ya bu məcbur etmə qaydaları, məcbur etmə mexanizmi işə salınmalıdır. Orada 41-ci və 42-ci maddələr vardı. Orada qeyri-hərbi sanksiyalar və hərbi sanksiyalarla Ermənistan təcavüzkar dövlət olaraq müəyyən məsələlər məcbur edilməlidir. Bu indiyə qədər olunmuyubdur. Biz o imkanı orada buraxmışıq və mən hesab edirəm ki, bundan sonra da bir çox məsələlər var ki, biz zamanı buraxmadan o məsələlərin üzərə getməliyik və müəyyən iş bölgüsü aparılmalıdır. Mən bu haqda birazdan danışacağam. Fərəz Quliyev, sizin 2 dəqiqə 39 saniyə vaxtınız qalır. İndi isə sırada prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədov. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər. Mən burada siyasi islahatlar haqqında geniş bir çıxış eləmək istəyirdim və məni seçicilərin təqdirdə ölkədə siyasi islahatlarla bağlı danışmaq istəyirdim. Ancaq istər İlyas İsmayılovun buradakı nümayəndəsinin çıxışı, istərsə də seçicilərin verdiyi çoxlu suallardan çıxış edib bugün çıxışımın mətnini başqa bir istiqamətdə qurmaq istəyirəm. Dünən mən Deyiliş rayonuna yasa gedirdim və biləsi var da biz müvəqqəti dayandıq. Orada bir neçə seçici ilə görüşdük. Orada bir nəfər mənə dedi ki, əslində baxsan Azərbaycanda yaranmış indiki vəziyyətin başlıca günahkarlarından biri də müxalifətdir. Mən soruşdum, nəyə görə? Müxalifət dövlət büdcəsi yaratmır, dövlət büdcəsini paylamır, müxalifətin əlində polisi yox, hansı ki ondan narazısınız və s. və s. O dedi ki, cəmaatı kimin idarə etməsi yox, cəmaatın necə idarə olunması maraqlandırır. Yəni, cəmaat hakimiyyətdə hansı qüvvənin təmsil olunmasından daha çox necə yaşaması maraqlandırır. Mən bu məntiqin qabağında açığı deyim ki, heç bir, belə deyim, cavab tapa bilmədim. Və həmin adam da mənə sual verdi ki, siz nəyə görə Milli Şura ilə bir yerdə deyilsiniz, niyə müxalifət vahid namizədlə çıxış eləmir? Bu sualı, yəqin Cəmil müəllim etiraf edir ki, ona da seçicilər bu sualı verir. Mən bu sualın cavabı ətrafında bugünkü çıxışımı qurmaq istəyirəm. Bizim Milli Şuradan nə fərqimiz var, Milli Şurada təmsil edilən qüvvələrdən fərqimiz nədir? Və Azərbaycan seçici 9 oktyabrda seçkiyə gedəcəyi təqdirdə iqtidarla müxalifət arasında seçim edəndən sonra müxalifət qüvvələr arasında necə seçim etməlidir? Bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli seçicilər, siz bilirsiniz ki, Milli Şura Rüstəm İbrahimbəyovun şəxsi təşəbbüsü ilə yaradılmışdı və ora seçilən qüvvələrin də siyasi məhz Rüstəm İbrahimbəyov tərəfindən müəyyən edilmişdi. Əgər siz bu qüvvələrin siyasına baxsaq, bu qüvvələrin hamısı üçün bir ortaq keyfiyyət taparsınız ki, o da bu qüvvələrin hamısının vaxtı ilə hakimiyyətdə olması və hakimiyyətdən öz iradələrinə zidd şəkildə uzaqlaşdırılmasıdır. Politologiya elmində belə qüvvələrə revanşist qüvvələr deyirlər. Dünyanın əksər ölkələrində bu cürə hakimiyyəti yenidən geri ələ almaq istəyən qüvvələr var və bu qüvvələr üçün iki mühüm xüsusiyyət xarakteridir. Birincisi aqressivlik, ikincisi intiqamçılıq. Biz hakimiyyətdə olmamışıq. Nə mən, nə İqbal bəy hakimiyyətdə olmamışıq. Ona görə də bu revanşist qüvvələrə xas olan aqressivlik və intiqamçılıq bizdə şəxsən yoxdur. Və mənim iqtidar tərəfindən hansı məhrumiyyətlərə tutsar olmamıza baxmayaraq, biz iqtidara qarşı bir intiqamçı hissindən çıxış eləmirik. İkinci mühüm məsələ iqtidara münasibət məsələsidir. Bizim Milli Şura daxil olan qüvvələrdən fərqimiz ondan ibarətdir. Bu qüvvələr belə hesab edirlər ki, iqtidarın yalnız pis tərəfini demək lazımdır. Əgər yaxşı bir hərəkət edirsə, bu haqda susmaq lazımdır. Bu haqda danışmaq düzgün deyil və o iqtidara xidmət etmək olardı. Şəxsən mən belə hesab edirəm ki, Azərbaycan Demokrat Partiyası da belə hesab edir ki, iqtidarın ən kiçik müsbət addımlarını da biz təqdir eləməliyik ki, həmin müsbət addımlar istiqamətində irəliləyişlər olsun, hərəkətlər olsun ki, qalx bundan bəhrələnə bilsin. Mən indi konkret olub bir neçə misal çəkmək istəyirəm. Azərbaycan iqtidarı mətbuat azadlığına maliyyə yardımı ayırır. Bu maliyyə yardımından hər il Müsavat və
azadlıq qəzetlərinin hər birinə 200.000 dollar dövlət pulu ayırır. Mənim təsisçisi olduğum Hürriyyət qəzetində 1 qəpik də pul ayrılmır. Buna baxmayaraq, biz hər dəfə hökumətin bu addımını təqdir edən bəyanat veririk. Bunu Azərbaycanda söz və mətbuat azadlığına dəstək kimi qiymətləndirir. Təbii ki, bizim qəzetin də maliyyələşməməsini tənqid edirik. Amma bizim dostlarımız bu günə qədər Hürriyyət qəzetinə nə üçün maliyyə yardımı dövlətdən ayrılmır, bu məsələ ilə bağlı bir dəfə də olsun mövqe ortalığa qoymayıblar. Və yaxud da ikinci bir məsələ, bu yaxınlarda bilirsiniz ki, dövlət başçısı jurnalistlərə ev verdi və istər Musavat qəzetinə, istər Azadlıq qəzetinə hər birindən 3 jurnalistə ev verdi. Bizim qəzetdən bir nəfər jurnalistə biz ev almaq istəyirdi. Bu adam Şuşa qaçqınıdır, Seymur Əliyev. Təsəvvür edin ki, valideynlər öhdəsində bir şəxs qardaşı, birinci qrup invalid qardaşı var, bir bacısı var, bir də gənc ailəsi var. Buna hətta evi də yoxdur. Bu köhnə bir dövlət idarəsində bir otaqlı ev veriblər. Siz təsəvvür edin ki, bir neçə evi olan jurnalistə ev veriblər. Azadlıq qəzetində 3 jurnalistə ev verir, biz buna təqdir edirik. Amma bu Seymur Əliyevə, bu Şuşa qaçqınına ev verməkdən imtina elədilər. Və bu gün çox təəssüf ki, nə Azadlıq qəzetinin müxbirləri, nə Musavat qəzetinin müxbirləri Seymur Əliyevə ev verilməməsinə öz etirazlarını bildirmədilər və bu gün də bildirmirlər. Və yaxud da bizim hörmətli Milli Şuraya daxil olan qüvvələr o şeyləri ki, özləri eləyir, onu müsbət addım kimi qiymətləndirirlər. O şeylər ki, başqası eləyir, bunu hökumətə satılmaq, xəyanət kimi qiymətləndirir. Məsələn, mənim dostum İqbal bəy bilirsiniz ki, parlamentdə təmsil olunur. 2 dəfə Azərbaycan Xalq Cəbhəsi parlamentdə təmsil olunur. 2 çağırış Musavat Partiyası parlamentdə təmsil olunur. Həmişə də bu partiyalar parlamentdə təmsil olunmaq, xalqa xidmət kimi təqdim ediblər. Amma İqbal bəy bu parlamentdə tək təmsil olduğuna görə onu hökumətə satqınçılıqda, nə bilim, müxalifətə xəyanət etməkdə ittiham edirlər. Bu cürə ikili standartla, istər iqtidarın siyasətində ikili standart, istər müxalifətin ikili standartla biz bir yerdə ola bilmirik. Və bu gün də baxın, bir yerdə müttəfiq olan qüvvələr görün, bir-birinə necə qeyri-səmimi münasibət bəsləyir. 2003-cü ildə İsa Qəmbərin mintiqinə 150.000 adam toplaşmışdı. Bu gün Cəmil Həsənlinin, mən ürəyim ağrıdı, Cəmil Həsənlinin çağırdığı mitinqə 5.000-6.000 adam gəldi. Niyə? Çünki bu daxili ziddiyyətlər müxalifətin güclənməsinin və iqtidarın üstünə yeriməsinə imkan vermir. Biz neçə ki, bu qüsurları aradan qaldırmasa, açıq deyim ki, Azərbaycanda ciddi siyasi dəyişikliklərə həyata keçirir. Sərdar Məmmədov, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitdi. İndi isə püşkatmaya uyğun olaraq söz verilir Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə. Buyurun. Əziz bacılar və qardaşlar, bu seçki dövründə, xüsusən bu son bir neçə gündə mənə qarşı güclü hücumlar var. Həm erməni mətbuatında, həm də Milli Şuraya tabe mətbuatda. Görürük ki, bunlar bir bezin qırağıdırlar. Hətta adını çəkməyəcəm, bir politologu da meydana salıblar. O politologun insanlığını mən bilirdim ki, necə insandır. Lakin indi mən görürəm mənə o hücumlardan sonra ki, get-gedə savadını da, məntiqi düşünmək imkanlarını da itirir. Mənim haqqımda deyiblər ki, mənim çıxışlarımda sosial məsələlər yoxdur, sosial əlamət yoxdur. Mən bir şey edirəm, ancaq iqtidara işləyirəm ki, müəyyən maddi deməli, yardımlar alım və s. Əgər anaların ən yüksək maaş alması sosial məsələ deyilsə, bəs nədir? Əgər müəllimlərin ən yüksək maaş alması sosial məsələ deyilsə, nədir? Hərbiçilərin tam təminatı sosial məsələ deyilsə, nədir? Balalarımızın dövlət tərəfindən oxuduğu dövrdə tam təchizatı sosial məsələ deyilsə, nədir? Kəndistanın dirçəlişi sosial məsələ deyilsə, nədir? Xahiş edirəm o politolog qulağını açsın və işitsin. İlana zəhər aparan kərtənkələ olmasın. İnsan bu qədər xəbis olmaz. Və bugün artıq erməni qəzetləri ilə mənə qarşı paralel işləyən Musavat qəzetində yenə də artıq ona istinadən o deməli qondarma ki, mən kimisə pulunu almışam, maşınını almışam, o şeyi bir daha təkrar ediblər. Deyirlər ki, Araz Əlizadəyə pul girdir və pula görə də qardaşı ilə küsüb və bu onun əsas məziyyətlərindən biridir. Mən deyərdim ki, heç olmasa Musavat qəzeti puldan danışmasın. Meymun baxar güzgüyə, adın qoyar özgüyə. Bu həmin qəzetdir ki, dəfələrlə onun borcunu dövlət silib. Bu həmin qəzetdir ki, elə Sərdar bəy dedi ki, 200.000 dollar şey alır və hökuməti də söyür.
Bunların çox qəribə bir prinsipi var. Mənə toxunma, mənə yardım elə, mənim başımı sıxalla, mənsə səni söyəcəyim və çalışacağım ki, səni devirim. Hər dəfə bir şey olan kimi hara qaçırlar? Qardaş, sizi incidiblər, gedin prezident administrasiyası deyin, bizi incidiblər. Hər dəfə qaçırlar Amerika səfirliyinə, Böyük Britaniya səfirliyinə, Avropa Birliyinə, ATƏT-ə və s. Elə bir o uşağı döyərsən, qaçar dədəsinin yanına, bunlara da bir şey olanda qaçırlar dədələrinin yanına. Hələlik bu qədər. Araz Əlizadə, sizin təşviqatınız üçün 3 dəqiqə 18 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin təşviqatı üçün dərmi masanı izləyirsiniz. Püşkatma arzuluna uyğun olaraq söz verilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevə. Buyurun. Hər vaxtınız xeyir, əziz həmvətənlər. Mən əvvəl də elan eləmişdim, sabah saat 4-də İnşaatçılar metrosunun yanında. Mən sizi görüşə dəvət edirəm və bu görüşdə mən sizə şeir oxumayacağam. Bu görüşdə mən özümdən bir əzabkeş obrazı yaratmayacağam. Mən sizi çalışacağım ki, öz platformam barədə geniş məlumat verim. Niyə ölkəmizdəki siyasi mühit bu vəziyyətə gəlib çatdı ki, vaxtilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar bu günləri Pana Hüseynov demişkən Moskvada yazılmış senarinin oyuncularına çevrildilər. Necə oldu ki, Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, İranın xüsusi xidmət orqanları ilə heç bir şübhə olmayan, hansı ki onların əməkdaşlıq məsələləri məhkəmədə də sübut olunub, İslamçıları Milli Şuraya cəlb elədilər. Bu barədə mən sizə geniş məlumat verəcəm və ölkəmizi gözləyən təhlükələr barədə sizinlə danışacağım. Eyni zamanda mən görülmüş işlərin üzərindən xətt çəkmək, hər şeyi qaralamaq yox. Bundan daha yaxşı necə biz Azərbaycanı qura bilərik? Bundan yaxşı öz övladlarımız üçün daha necə yaxşı yaşamı təşkil edə bilərik? Bu barədə danışacağım. Qarabağımızı necə azad eləyəcəyik? Mən bu barədə danışacağım. Mən bizim bəzi bu Azərbaycanı dəyişmək istəyən, amma əslində öz ölkələrini viran qoymuş ərəb ölkələrindəki müxalifət liderləri kimi sizlərə çağırışlar eləməyəcəm. Amma bu çağırışların eləyən şəxslərin özləri ilə bağlı, ailə üzvləri ilə bağlı hər hansı bir tədbir görüləndə onların 180 dərəcə mövqeyi dəyişir. Məsələn, mən sizə burada bir açıqlamanı oxuyacağım. Yəqin ki, siz bu açıqlama ilə tanış olanda fikirləşəsiniz ki, bunu hansısa bir küçə uşağı ya bir üzr istəyirəm bu ifadəyə görə siyasətə aidiyyatı olmayan bir insan verib. Amma ola bilsin ki, bunu oxuyan adamlar bunun kim yazdığını biləcəklər. Mən də bu barədə sizə məlumat verəcəm. Bu davaya millətimiz naminə atıldıq. Millətimizin cədallardan xilası naminə nəinki söyülməyi, həbs olunmağı, hətta ölməyi də gözə almışıq. Bir addım da geri çəkilmək yoxdur. Yaşa Cəmil Həsənli. Hamınızı əmin edirəm ki, ölkəni bu binamuslardan təmizləyəcək. İndi mən sizə deyirəm ki, bax bu ilk baxışda bir küçə uşağının verdiyi bəyanata oxşayan bu bəyanatı prezidentliyə iddialı Əli Kərimli verib. Amma onun oğlu həbs olunandan sonra Əli Kərimli dərhal çıxdı, hökumətə bir mesaj ünvanladı. Bax, bu Azadlıq qəzetinin 25 sentyabrda dərc olunmuş müsahibəsidir. Biz hakimiyyət yox, dəyərlər uğrunda mübarizə aparırıq. Və çox narahat olub ki, oğlu dərsə bir neçə gün yubanacaq. Mən prezidentə müraciət edirəm ki, onlar çox radikal çağırışlar ediblər, çox gəncləri radikallaşdırıblar və onların çoxu bu gün həbsdədir. Onların hamısını azad eləsin. O cümlədən Türkçə Kərimovu da ki, o tədrisini davam elətdirsin. Amma məni narahat edən odur ki, bu insanlar mənəvi dəyərlərdən danışırlar və Yaşa Cəmil Həsənli söyləyirlər. Mənim heç bir şübhəm yoxdur ki, yəqin ki, bir 8 ildən sonra da Əli Kərimli deyəcək, Yaşa İlham Əliyev. Ona görə ki, 8 il bundan qabaq o Cəmil Həsənlini AXHP sıralarından xaric etdi. Niyə xaric etdi? Ona görə xaric etdi ki, Cəmil Həsənli parlamentin iclaslarına qatıldı. Amma 2000-ci ildə, halbuki Cəmil Həsənli heç bir yazılı öhdəlik götürməmişdir ki, o demək, parlamentə getməyəcək. Amma həmin Əli Kərimli, bax, bu gün o mənəvi dəyərlərdən danışan Əli Kərimli vaxtı ilə imzaladı ki, mən parlamentə getməyəcəm. Ona inandı Lalə Şökət də, Mir Mahmud Fəttayev də sənəd imzaladılar və onlar imzalarına sahib çıxdılar, utandılar bu xalqın qarşısında, parlamentə getmədilər, mandatlarını itirdilər. Amma o heç nə olmamış kimi bir müddətdən sonra getdi, oturdu parlamentin iclasında. Budurmu mənəvi dəyərlər? Mən üzümü tuturam, indi Cəmil müəllim elə hesab edir ki, o kiməsə ittihamlar, suallar ünvanlaya bilər.
cavab vermək onun vəzifəsi deyil. Yəni bu dəyərlər başqalarına şamil olunması bir məsələdir. Əgər bu dəyərlər doğrudan da hamıya şamil olunasıdırsa, onda mən Cəmil müəllimdən soruşuram ki, məsələn, niyə Əbülfəz Elçibəy Bakını tərk edəndə Fərəc Quliyev əyləşib burada? Fərəc Quliyev bilirdi, heç bir dövlət vəzifəsi yox idi. Amma o Əli Kərimliyə bu barədə məlumat vermədi. Bunun səbəbi ictimaiyyətə açıqlanmalıdır, bunun kökündə nə dayanır. Bu günləri Əli Kərimli ictimaiyyətə məlumat verməli ki, necə oldu ki, Kuveyt danışıqları ərəfəsində Amerikadan Azərbaycana böyük təzyiqlər var idi və biz miting eləmişdik AXCP-də. Necə oldu ki, həmin o elan olunmuş mitingi Əli Kərimli Amerika səfiri ilə görüşəndən sonra təxirə saldı? Bu suallara cavab verilməlidir. Hələlik mən burada dayandırıram, çıxışımı davam edəcəm. Qüdrət Həsənquliyev, sizin təşviqatınız üçün 1 dəqiqə 5 saniyə vaxtınız qalır. Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli. Buyurun. Uca millətim, şərəfli xalq. Bugün sizinlə yeni görüşə gəlmişik və sözümün əvvəlində sizi növbəti mitinqə, seçicilərlə görüşə dəvət edirəm. Belə bir görüş sentyabr ayının 28-də saat 4-də İnşaatçılar metrosunun yanındakı keçmiş Qələbə Kinoteatrının arxasında baş verəcəkdir. Gəlin Qələbəyə və birlikdə gedək Qələbəyə. Burada Sərdar bəy mənə görə ürəyi ağrıdı. Sərdar bəy, biz ərizə yazanda miting üçün 10.000 adamla görüş istəmişdik və təxminən 12.000-ə qədər adam ora toplaşmışdı. 100.000 yazmamışdıq biz. O ki, qaldı mitingdə şeir oxumağa, gərək şeiri biləsən və oxuyasan. Qüdrət bəy, sənin elə intellektin və ədəbi biliklərin yoxdur. Ona görə də sən şeir oxumaq iddiasına düşmə. Bilirsən, bir il siz Əli Kərimlinin qapısının ağzında oturmuşsunuz, köməkçi işləmişsiniz və sizin içərinizdə bir kompleks qalıb. Özünüzü bağışlaya bilmirsiniz o kompleksə görə. Burada prezidentliyə namizəd mənəm, Əli Kərimli, İsa Qəmbər deyil. Nə sözünüz var, mənə deyin. Burada olmayan adamlar haqqında niyə bu qədər həqarətli danışırsınız? Və burada mən özünüzü prezidentliyə namizəd kimi yox, təxminən 5-6 nəfər burada İlham Əliyevin vəkili rolunda çıxış edir. Əgər vəkil idinizsə buraya niyə gəlirdi? Saxlayıram. Cəmil Həsənli, sizin 4 dəqiqə 27 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, xatırladıram ki, Mərkəzi Seçki Komissiyası tərəfindən 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində 10 namizəd qeydə alınıb. Bu gün dəyirmi masada həmin namizədlərdən artıq bir neçəsi öz vaxtından tamamilə, bəziləri isə bir hissəsini istifadə edib. 16 sentyabr 2013-cü ildə keçirilmiş püşkatma arzuluna uyğun olaraq söz verilir. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca. Buyurun. Cəmil müəllim, sualların birinə mən cavab verim. Niyə sizin vəkilləriniz olmaq istəmir bu xalq? Ya vətəndaşlar, daha çox insanlar. Bunu da üzərində düşünün. İlham Əliyevin vəkili olmaq çox şərəfli bir iş olardı. Amma çox açıq söyləyim, Cəmil Həsənlinin vəkili olmaq heç də şərəfli sayıla bilməz. Siz dəfələrlə burada, bu tribunada Cənab İlham Əliyev gəlsin bu suallara cavab versin deyəndə mənim gözümün qabağına Ulu Öndər Heydər Əliyev gəlir. O parlamentdəki, o köhnə kommunistlərdən birinə demişdi ki, mən zamanında Mərkəzi Komitənin rəhbəri olanda, ölkənin birinci katibi olanda, siz mənim kostyumu tutmaq üçün növbəyə dururdunuz. Cənab Prezident İlham Əliyev parlamentə gələndə, o çıxışlar eləyəndə, Respublika sarayında çıxışlar eləyəndə, siz Cəmil Həsənli ayağa qalxıb onu alqışlayırdınız. O dövrdəmi səmimi olmusunuz? İndimi? O dövrdəmi saxtakar olmusunuz? İndimi? Cəmil Həsənli, siz bizimlə bərabər dəfələrlə ən azı 6 il Fəxri Xiyabanı ziyarət eləmişsiniz. Və orada Ulu Öndərin qarşısında baş əyirdiniz və düz eləyirdiniz. Çünki dövləti quran kişi odur. Bugün prezidentliyi uğrunda mübarizə apardığınız o kreslonu da, bu məmləkəti də o xilas eləyirdi. Və sağa sola tez-tez pulları bölüşdürürsünüz, platformanızda paylayırsınız 5 dəfə, 10 dəfə. Sual oluna bilər, siz niyə? Büdcəni formalaşdıran bu hakimiyyətdirsə, bu vəsaitləri də bölən bu hakimiyyət olacaqdır. Və mən sadəcə soruşuram, o vaxt indirdiyiniz baş nə idi? İndi qaldırdığınız baş nə? O vaxt mı yenə səmimi olmusunuz? İndi mi? Mən dedim ki, ziyalı öz əqidəsində stabil olar. Və onun ziyası, onun alimliyi bunda özünü ifadə edir. Siz tez-tez İmam Əlidən mitinglərdə ya ayrı-ayrı aksiyalarda stat gətirməyi sevirsiniz. Görünür ki, bu dönəmdə sizə pıçıldayıblar ki, din mövzusu əsaslı Azərbaycan cəmiyyətində özünə yer ala bilər. İmam Əli deyir ki, əməli ilə sözü uyğun olmayan alim deyil mənim gözümdə.
və siz bu dönəmdə əməlinizlə sözünüz uyğun deyil. Mən tam əminliklə deyirəm. Əgər siz 3-cü dəfə parlament üzvü seçilsəydiniz, bugün burada belə danışmırdınız və sizin yerinizdə Cəmil Həsənli yox, Həsən Cəmilli adlı bir başqa şəxs iştirak edirdi. Siz deyirsiniz, niyə Ali Kərimin adı çəkirsiniz? Niyə bir dəfə komandadan danışmaq istəmirsiniz? Sizin komandanız ki, bir-birinə ziddiyyətlərlə doludur. 90-cı ildə Əfəz Erkibəyə deyiləndə ki, siz hakimiyyətə gəlib, bu ölkəni batıracaqsınız. Axı, bu ziddiyyətlər də hakimiyyətə daşınacaq. Onda deyirdilər, yox, elə olmayacaq, elə də oldu. O İskəndər Həmidov ki, mən istefa ərizəmə qol çək, yoxsa bu binadan özümü atacağım, bu təfəkkürləndir. Və miting təfəkkürünü siz indi hər dəfə bura daşıyacaqsınızsa, ey uca millətim deyəcəksinizsə, amma parlament çıxışlarınızın stenoqramı ayrı olacaqsa, onda siz düşünməlisiniz. Nə baş verib sizin həyatınızda? Deyirsiniz ki, dünənki günümdən deməli imtina eləməmişəm. Axı, siz bütün bunların hamısına yüksək dəyər verirsiniz. Tez-tez, yəni din məsələsinə bir daha qayıtmaq istəyirəm. Ötən dəfə də dediniz ki, bu hakimiyyət dini narkotikaya bulaşdırıbdır. Müqəddəsliklərə xələl gətirir. Mən əgər kiminsə cibinə narkotika atılıbsa və tutulubsa, bilmənalı bunu pisləyirəm. Ancaq mən dini, özünün siyasi maraqlarına möhtəkir eləyən, ondan istifadə eləyənləri də bilmənalı daha çox pisləyirəm. Və siz bugün Bakı kəndlərinin, Maşdağanın, Nardaran qəsəbəsinin və yaxud digər dindar kəsiminin səsini qazanmaq üçün yenə də dini vasitələri əl atırsınız. Ancaq mən sizə deyirəm, bu ölkənin harasında məscid tikilmir. Bu ölkənin harasında onlara mane olur. Hələ əksinə bəzən dövlətə irad tutulur ki, məktəblərin sayından çox olur məscidlər. Hər kəsin dini inancına, dini azadlıqlarına yer verilir. Eyni zamanda kilsəsinə, sinagoguna da həmin münasibətdir. Mən sizdən sual edirəm Cəmil Həsənli. Siz, yaxşı, o digərlərindən danışmırıq. Nə zaman kilsəni bir dəfə ziyarət eləmişsiniz? Nə vaxt sinagogda olmusunuz? Dərhal deyəcəksiniz, axı mən Yahudi deyiləm, mən deyək ki, katolik deyiləm və yaxud da ki, başqa bir dinin kəsibi nümayəndəsi deyiləm. Amma ölkənin başçısı onların hamısında olub və o etnik qrupları da, o millətləri təmsil elədiyini sübut edib. Ona görə də dini özünüzə möhtəkir vasitə eləməyin. Siz tez-tez deyirsiniz ki, neftin pulları bu qədər 10 manat paylansaydı və s. Unutmayın, 8 milyard təhcə, 8 milyard manat qaçqının köçkünə yerləşdirilməsinə gedir. Əgər bu münaqişə, bu vəziyyətə düşməsəydi, o vəsaitlər Azərbaycanın başqa ehtiyaclarına gedərdi. Bəli, əziz millətim, məktəblər tikilib bundan sonra o yerdə qalan vəsaitlər təhsilə qoyulacaq. Qaçqın üçün, köçkün üçün o evlər tikilib başa çatmaq üzrədir. Artıq yerdə qalan vəsaitlər o insanların həyatına veriləcəkdir, sosial ehtiyaclarına veriləcək. Mənim burada daha geniş fikirlərim vardır. Mən sizə deyirəm, bir dəfə millətin uğuru halında Sərdar bəyin qeyd elədiyi kimi onu təbrik eləmirsiniz. Bu millət də sizindir. Bir beynəlxalq siyasi uğur, idman uğuru, mədəniyyət uğuru, iqtisadi uğuru da təbrik eləmirsiniz. Başa düşmürəm, sizin deməli, işiniz, siyasi euforiyanız, siyasi durumunuz ancaq qara gündən çıxır. Siz nekrolog komitəsisiniz, siz başsağlığı komitəsisiniz. Əziz millətim, həyatının stabilliyini tapmısan, bunlara inan və davam edən. Zahid Oruc sizin təşviqatınız üçün ayrılmış ödənişli efir vaxtı bitdi. İndi isə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov. Buyurun. Mən elə bilirdim ki, Cəmil Həsənli yalnız Azərbaycandan kənarda və Azərbaycana böhtan atmaq üçün qəzetlərdə yerləşdirilən yalanları təkrar edir. Sən demə, o gözünün qabağında gördüyün də tamamilə başqa məqsədlə yalan formasında təqdim edir. Bir neçə gün bundan əvvəl onların keçirdiyi mitingdə nə qədər adamın iştirak elədiyini burada oturanlar da Azərbaycanda siyasətlə məşğul olan hər biri də bilir. Burada heç bir utanç hissi keçirmədən deyir ki, 12 min nəfər onun mitingdə iştirak eləyirdi. Tamamilə yalan bir ifadədir və bu onun hesab edirəm ki, nə qədər məsələlərə qeyri-ciddi yanaşmalarından xəbər verir. Həllə bu qədər. Əli Əhmədov, sizin 1 dəqiqə 26 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladırıq ki, dəyərli masamızda təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtından istifadə edən və studiyamızı tərk edən prezidentliyə namizədlər var və buna görə də püşkatma arzuluğuna görə sırada 5-ci prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Acıyev. Buyurun. Hörmətli xalqımız, yenə gördünüz ki, Həsənli Cəmil burada bizi apardı, hakimiyyətin belə deyək, nümayəndəsi sırasına saldı. Hakimiyyət nümayəndəsi biz deyilik. Nə də İlham Əliyev. İlham Əliyevin vəkil Azərbaycan xalqıdır. Azərbaycan xalqının ürəyində o bir sevgi qazanıbdır. Bu öz yeri. Biz sizlə bir hakimiyyətdə olmuşuq. Sizlə bu dövləti Elçibəy hakimiyyəti dövründə il yarımı, Elçibəydən də qabaq mən nazir vəzifəsində işləyirdim və mənim pullarım hesabında Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldim. Bunu da sizə deyim. O hansı ki əynizə şalvar tapırdınız, onda mənim o pullarım, Ayaz Mütəllibov vaxtında mən nazir idim. Oradakı pulların hesabına gəldiniz. Amma siz burada bizə irad tutsunuz ki, kimsə vəkili, biz heç kimi
vəkil deyil. Biz prezident olmaq istəyirik. Niyə biz sizlə bir yerdə olanda yaxşıydıq, indi biz pis oluruq? Biz sizdən niyə ayrıldıq? Biz sizdən ona görə aldıq ki, Kərimov Ali xəyanət elədi. Qəmbərov isə xəyanət elədi. Biz ona görə mən deyirəm ki, onlar gəlsin buraya. Biz hakimiyyətdə olmamışıq. 2006-cı ilə qədər Samara xanım, Kərimov Əlinin xanımı prezident aparatında şöbə müdiri işlədi. O, niyə olmur ki, bu hakimiyyətin adamı biz oluruq? Niyə? Axı siz bu qədər xəyanət edirsiniz, bu qədər xalqa aşağılayırsınız, bu Azərbaycan xalqını istəyirsiniz ki, hərraca çıxarasınız. Biz buna imkan verəmərik axı. Şəxsən mən hafızacıya imkan verəmərəm. Bəzən deyirlər hafızacıya, platforma nə edirsən? Ay mənim xalqım, stabillik olmayan yerdə istəyirsən 100 dənə denək həkimə maaş verəcəm. O hökumətin işidir. Sabahsı gün mən prezident olanda hökuməti adamlardan təşkil edəcəm ki, ya buradakılar oturanlar hamısı Sərdar bəy ən gözəl səhiyyə naziri ola bilər. Qoyarıq, gedib bu məsələləri həll eləyər. Bu o problem deyil, Cəmiləsən. Problem ondadır ki, sizin xalqa və bizim hakimiyyətimiz devrində etdiyiniz xəyanəti mən bağışlaya bilmirəm. Mən özümə sığışdıranmadım, bir yarım oldum. İnan, siz məni o hakimiyyətdə olanlar bağda qalırdı, ay mənim xalqım. İnanırsanmı ki, o insanlar axşam olanda xanımları gətirdilər ki, bu reklamda olan brilyant almağa gətirir. Mən bir gün gəldim, Əbülfəz Elçi bəyə dedim, o sizə də gərək o vaxt dedi ki, bunları yığışdırın. Bax, biz buna görə narahatıq sizdən. Sözüm saxlayın. Hafizəcə, sizin 43 saniyə vaxtınız qalır. Növbədə isə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev. Buyurun. Dəyərli soydaşlarım, mən hesab edirəm ki, Qarabağ məsələsinin həlli yalnız Azərbaycanın iç güclərindən keçir. Ermənilərlə danışmağın heç bir mənası yoxdur. Çünki Ermənistan təcavüzü əvvəldən planlaşdıran bir siyasət yürüdür. Bu da Azərbaycan torpaqlarının hesabına və Türkiyə torpaqlarının hesabına bir böyük Ermənistan qurmaq istəyindədir. Azərbaycan öz iç güclərini toplamaq üçün bir neçə məsələ mütləq həyata keçirməlidir. Əvvəla, Azərbaycanda hakimiyyətdə olan partiyanın bütün ictimai təşkilatlar arasında bir memorandum imzalana bilər ki, burada Qarabağ məsələsinin həllinin çərçivəsi göstərilə bilər ki, hakimiyyətin dəyişməsindən asılı olmayaraq o problemlər və o problemə yanaşmalar eynən qalacaqdır və heç kim bu məsələdən sui-istifadə eləməyəcəkdir. İkinci, müttəfiqlərimizlə münasibətlərimiz tam aydın olmalıdır və üçüncü, nəhayət ki, bu təkcə hakimiyyətin öz işi deyil, müxalifətin özünün də məsələlə yanaşması tamamən aydın olmalıdır. Müxalifətin funksiyaları ortada olmalıdır. Mən Sərdar bəyin çıxışına diqqətlə qulaq asdım. Gerçəkdən də Milli Şurada yalnız Qarabağ məsələsinə bağlı yanaşmalarda Rüstəm İbrahimbəyovun bir açıqlamasını götürəndə ki, Qarabağ müzakirə olunmalıdır ki, kimin torpağıdır, kimdə qalmalıdır və yaxud da Müsavat Partiyası Almaniyada Ermənistan partiyaların biri ilə əməkdaşlıq haqqında müqavilə bağlayanda biz bu məsələlərin qarşısında nə deyə bilərik? Mən yalnız onu deyə bilərəm ki, Azərbaycan tərəfində hər kəs çox səviyyəli şəkildə vətəndaş mövqeyindən çıxış eləyərəkdən hakimiyyətə müxalifət olmaq öz yerində, dövlətə müxalifət olmamaq baxımından, dövlətə sahib çıxma baxımından yanaşmalıdır və mən hesab edirəm ki, xalqımız allanmamalıdır. Burada söhbət hakimiyyətə gəlməkdən, getməkdən getmir. Söhbət ondan gedir ki, hansı zehniyyət iş başına gələcəkdir, hansı düşüncələr gəlib hakim olacaqdır, Azərbaycan hara aparılacaqdır. Əgər Milli Şurada olan yığılanlar başqa dövlətlərin istəyi ilə, başqa dövlətlərin enerjisi ilə ortada hərlənən bu adamlara Azərbaycan yaşıl işıq yandıracaqsa, inandırıram sizə, Azərbaycan üçün Qarabağ getmə qarşısında bir qırmızı işıq yandırılacaqdır. Mən Azərbaycana sahib çıxmaq üçün seçicilərin, vətəndaşlarımın sahib olmasını çağırıram. Mən hesab edirəm ki, əgər biz özümüz toparlanarıqsa və Azərbaycanda bütün milli güclər bir araya gələrsə, hətta Rusiya açıq şəkildə belə məsələlər müdaxilə edərsə, bizə heç nə edə bilməz. Azərbaycan milli gücü, Azərbaycanın resursları, Azərbaycan insanları o imkanlara malikdir ki, istənilən gücün qarşısında dayansın. Biz haqlıyıq və biz bütün bayaq sadaladığım beynəlxalq qanunları, qəbul olunmuş qətnamələri, beynəlxalq strukturların gücünü və iç güclərini toparlayaraq məsələni həll etmə imkanına malikik. Mən hamınızı Qarabağda salamlamaq arzusuyla gecəniz xeyir qalsın deyirəm. Sağ olun. Fərəc Quliyev, sizin 5 saniyə vaxtınız qaldı. Hörmətli tamaşaçılar, bir daha xatırladırıq ki, 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin təşviqatı üçün dərin masanı izləyirsiniz və sıradakı prezidentliyə namizəd öz vaxtından tamamilə istifadə edib. İndi isə söz verilir namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə. Buyurun. Əziz bacılar, qardaşlar, deməli, mənim çıxışlarım, mənim təbliğat kampaniyam bunları elə qorxudub ki, artıq indi ayrı bir şeyə də keçiblər. Zəng ellər bir-bir keçmiş Sosial Demokrat Partiyasının üzvlərinə ki, partiyadan ya kənarlaşdırılıblar, ya özləri gediblər və s. Xahiş eləyirlər ki, mənim haqqımda kompromat desinlər, kompromat yığırlar mənə qarşı. Bu onların üsulu, yadlarına salmaq istəyirəm. Şuriklardan biri, yəni Milli Şuranın üzvlərindən biri Rəsul Quliyev
parlamentin spikeri olarkən, deməli, istintaq qrupu yaratmışdı ki, 27 nəfərdən ibarət. Görə prokurorluq, gömrük, maliyyə, vergi, işçiləri və s. mütəxəssisləri ki, axtarıb Araz Əlizadənin Azərbaycandan nə apardığını, nə gətirdiyini müəyyən etsin. Bəli, mən o zaman Alman şirkətinin SSR-də tam səlahiyyətli nümayəndəsi idim. Amma mən müqavilə bağlayanda demişdim, mənim üçün SSR-də 14 respublika var. Azərbaycandan mən heç nə satmayacağım, Azərbaycandan da heç nə aparmayacağım. O vaxt mən Rəsula deyəndə, bu nədir? Dedi ki, mən belə düşünürəm. Dedim, tapmasan, kişi deyilsən. Tapsan, mən kişi deyiləm. Özdə bir qəpiyi tapsan. Bəli, mən Azərbaycana gətirmişəm. Qaçqınlar gələndə yorğan döşək və s. vermişdim. Onda Dilara xanım onu paylamışdı. Qaçqınlara, Əliyev, Allah rəhmət eləsin ona. Mən uşaq evlərinə şirniyyət gətirmişəm. Bəli, amma bunlar paylanılıb. Mən Azərbaycanda heç nə satmamışam, Azərbaycandan heç nə almamışam. İndi də sizin bu kompromat yığmaq təşəbbüsünüz elə həmin Rəsul Quliyevin kompromat toplamaq təşəbbüsünün bərabəri olacaq. Heç də tapa bilməyəcəksiniz. Qara otaqda qara pişiyi tapmaq mümkün deyil. Xüsusən əgər orada yoxdursa. Çoxsan dayandım. Araz Əlizadə, sizin 1 dəqiqə 12 saniyə vaxtınız qalır. Prezidentliyə qeydə alınmış namizəd Qüdrət Həsənquliyev, buyurun. Əziz həmvətənlər, siz gördünüz. Mən Cəm müəllimə suallar verdim, amma çalışdı ki, mənə təhqir eləsin. Yəni, budur bunların əsas siması. Burada Əli Kərimli yazır ki, gədələri və binamusları ölkədən təmizləyəcəyik. Savadsızlıq Cəm müəllim budur ki, konstitusiyaya görə heç bir vətəndaş ölkə vətəndaşlıqdan məhrum oluna bilməz. Təmizləmənin ikinci yolu qalır fiziki baxımdan onu yox eləmək. Yəqin ki, siz bunun nəzərdə tutursunuz, hakimiyyətə gələndən sonra eləyəsiniz. İkincisi, mənim attestat qiymətlərimin hamısı 5-dir, 1-5-də 4-üm var. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qırmızı diplomdan qutarmışam, bir dənə də 4 almamışam. Və hüquqi mövzuda istənilən bir şəxslə də çəkişməyə hazıram. Amma qaldı Əli Kərimli ilə biz tələbə vaxtı bir yerdə olmuşuq, çox yaxın münasibətlərimiz olub və mən dövlət katibinin köməkçisi olmuşam. Özdə siz yenə yalan danışdınız, 1 il yox, cəmi 2 ay, hələ bəlkə 2 aydan da bir az müddətdə. Amma mənim kimi vaxtı ilə idarə heyətində olan 19 nəfərin hamısı onun əsl simasını, maskasının arxasında gizlətdiyi simasını görəndən sonra ondan uzaqlaşıb o cümlədə. Qüdrət Həsənquliyev, sizin təşviqatınız üçün ayrılmış ödəniş zefir vaxtı bitdi. Qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli, buyurun. Hörmətli seçicilər, siz eşitdiniz burada Zahid Oruc mənə sual verir. Zahid Oruc, sən hansı haqla mənə sual verirsən? Sənin mandatı Avropa Parlamenti ləğv eləyib. O mandat Neymət Əliyevə çatmalı idi. Sənə görə Azərbaycan hökuməti cərimə ödəyib. Hələ bütün bunların müqabilində gəlib bir prezidentliyə namizəd kimi də millətin qabağına çıxırsan. Biraz bunları düşünmək lazımdır. Və burada Əli Əhmədov da bəzi şeylər dedi. Mən birinci, ikinci çıxışlarımda müəyyən fikirlər demişdi və ümid edirdim ki, Əli Əhmədov deməli debata ki, gəlmir, o materialları toplayacaq. O 48 milyard Əliyev ailəsinin Azərbaycandan çıxartdığı deməli vəsaitlərin, materiallarını toplayıb gətirəcək və bu millətə izah eləyəcək. Amma təəssüf ki, biz bunu görmədik. Ona görə mən yeni bir məsələni qaldırmaq istəyirəm. Bugün sentyabr ayının 26-sıdır. Həmin gündür ki, Gülərqeyd işə başladı. Açıldı Gülərqeyd. Diqqət yetirin. Rüşvəti alan da yeni Azərbaycan Partiyasının üzvüdür, verən də yeni Azərbaycan Partiyasının üzvüdür. Əgər bir partiya və bir partiyanın sədri mandat alveri ilə məşğul olursa, onların nə mənəvi haqqı var ki, bugün yenidən prezidentliyə iddiaçılar rolunda çıxış etsin. Və mandat alvarı dövləti cinayətdir. Çünki burada siyasi postların satılmasından söhbət gedir. Konstitusiyaya görə ən ağır cinayət siyasi postları satmaqdan ibarətdir. Bununla da faktlar açıldı. Yeni Azərbaycan Partiyası və onun rəhbəri İlham Əliyev parlament yerlərin siyahı ilə ya peşkəş verir, ya satır. Saxlayıram vaxtımı. Cəmil Həsənli, 2 dəqiqə 35 saniyə vaxtınız qalır. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov, buyurun. Cəmil Həsənli, sizin bu
tamam əsassız iddialarınıza və böhtanlarınıza görə güman edirəm ki, hüquq mühafizə orqanları qarşısında cavab verməyinizə çox az qalıbdır. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Azərbaycandan kənarda Azərbaycana böhtan atmaq məqsədi ilə yazılmış xarici mətbuatdakı yalanları burada Azərbaycan cəmiyyətinə çatdırmaqla məşğulsunuz. Bu isə cinayətdir. Hesab edirəm ki, siz bu cinayətə cavab verəcəksiniz. Azərbaycanda 48 milyard pulun çıxarılması sadəcə mümkün deyil, ona görə ki, bu qədər pul Azərbaycanda yoxdur. Azərbaycana daxil olan neft gəlirlər də, Azərbaycanda əldə olunan bütün gəlirlər də Azərbaycanda dəqiq uçota aparılır və 48 milyard vəsaitin Azərbaycandan çıxarılması sizin tərəfdarlarınızın və sizi dəstəkləyən xarici qüvvələrin Azərbaycana böhtan atmaq kampaniyasından başqa bir şey deyildir. O ki, qaldı Gülər qeyd dediyiniz məsələyə, mən sizin nəzərinizə çatdırıram ki, Azərbaycanda hüququn aliliyi təmin olunur və dəladuzluq üzərində Gülər məhkəmə qarşısında cavab verməyə hazırlanır. Siz isə hakimiyyətdə olduğunuz dövrdə edələdiyiniz cinayətlərin heç birinə cavab verməmisiniz. Azərbaycanı məhv eləmişsiniz, dağıtmışsınız və bunların heç birinə cavab vermədən ölkəni pis vəziyyətə qaçıb gizlətmişsiniz. Yenidən siz revanş götürüb Azərbaycanın indiki sərvətlərini dağıtmaq niyyətlərinizi ortaya qoyursunuz və güman edirəm ki, Azərbaycan vətəndaşları sizin bu çirkin niyyətlərinizin həyata keçirilməsinə imkan verməyəcək. Çünki Azərbaycan vətəndaşları bugünkü Azərbaycanın nə olduğunu və gələcəkdə Azərbaycanın nə qədər... Sizin üçün ayrılmış edilmiş efir vaxtı bitdi. Sırada isə prezidentliyə namizəd Hafiz Hacıyev. Buyurun, 40 saniyə var. Sözümü saxlayıram sona. Fikrimi saxlayıram sona. 58 oldu. Hafiz Hacıyev, 43 saniyə vaxtınız qalıb sizin. Dedim ki, mən sonradan fikrimi bildirəcəm də. Düzələr, onun texniki qüsurdur, düzələr aradan qaldırır. Prezidentliyə namizəd Fərəc Quliyev, 5 saniyə vaxtınız qalıb. Hörmətli Beylə qanunlar, mən sizi ayın 29-unda Beyləqan rayonunda görüşə dəvət edirəm. Gecəniz xeyir qalsın. Fərəc Quliyev, sizin üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. İndi isə sırada prezidentliyə namizəd Araz Əlizadə. 1 dəqiqə 12 saniyə vaxtınız qalır. Əziz bacılar və qardaşlar, deyirlər ki, 2 illik hakimiyyətə gələcəklər, 2 ildən sonra qoyub qaçacaq prezident. O dövrdə isə deməli, etimad hökuməti olacaq. Bu etimad hökumətinə kimlər daxil olacaq? İsa Qəmbər parlamentin sədri oldu. Bütün parlament bazara çevrilmişdi, orada sigaret çəkirdilər, bir-birini söyürdülər, içki içirdilər. Əli Kərimli 8 milyon yarım uğurlayıb, bu günləri Haqqın Az saytında Eynullah Fəthullayev bunların hamısını faktlarla ortaya qoydu, tarixlərlə ortaya qoydu. Gəlir Eldar Namazov. Eldar Namazov kimdir? Öz prezidentinə ona vəzifə vermiş adama, xəyanət edib qaçmış adam. Və görün orada nə qədər keçmiş raykom katibləri var. Bunlar xalq cəbhəsi hakimiyyətə gələndə deyirdilər ki, partaklarla mübarizə aparırıq. İndi isə partaklarların hamısını etimad hökumətinə çağırırlar. Əzizlərim, mənə səs verin. Xahiş edirəm, mənə səs verin. Bir də mənə səs verin ki, sizin hüquqlarınızı qoruyum. Və bir dənə də xahişim var. Bu verilişə gələndə mütləq dişlərinizi təmizləyib gəlin ki, yanınızda oturan insanlar əziyyət çəkməsinlər. Mənə səs verin. Çox sağ olun. Araz Əlizadə, sizin təşviqatınız üçün ayrılmış ödənişsiz efir vaxtı bitir və İndi isə prezidentliyə namizədliyi, qeydə almış prezidentliyə namizəd Cəmil Həsənli. Buyurun. Hörmətli seçicilər, siz burada insanların hansı tərbiyənin sahibi olduğunu gördünüz. Əlizadə deyir, mənimlə bağlı kompromat toplayırlar. Sənin elə vücudun kompromatdır da, sənin haqqında nə kompromat toplanacaq? Və mən bir neçə kəlmə monopoliya barədə danışmaq istəyirəm. Bütün vətəndaşların əziyyət çəkdiyi, bütün vətəndaşlarının həyatına təsir edən monopoliya barədə danışmaq istəyirəm. Azərbaycan bir neçə nəfər tərəfindən deməli icarəyə götürülmüş bir əraziyə bənzəyir. Və monopoliya bu millətin belin qırır, yaşayışın qırır, onun həyatının təminatına çox ciddi zərbələr vurur. Bəzən deyirlər, monopolist filan nazirdir, o birisi nazirdir, nə bilim, prezident aparatında kimdir? Bu ölkədə bir monopolist var, bir baş monopolist var, o da İlham Əliyevdir. Və İlham Əliyev bu respublikanı məhz holding kimi idarə edir və elə bil ki, ayrı-ayrı nazirlərə bunu icarəyə veribdir. Diqqət yetirin, Yeni Azərbaycan Partiyasının nümayəndələri Azərbaycanla işğal olunmuş ərazi, əhali ilə əsir götürülmüş millət kimi rəftar eləyir. Bu necə hakimiyyətdir?
hakimiyyətin məqsədi millətə xidmət etməkdən ibarətdir. Həkimin maaşına baxın, burada dedilər, burnu qanayandan barmağı qanayana qədər İrana qaçır. Niyə bu ölkənin səhiyyəsi belə etimadsız vəziyyətə düşdü? Çünki dərman monopoliyada, hətta cərrahiyyə əməliyyatları monopoliyada, 140 milyon hər il dərman almaq üçün büdcədən vəsait ayrılır. Yəni, havayı vətəndaşlara paylamaq üçün. Kim indiyə qədər bu havayı dərman alıb bu hökumətdən çıxardıb qoysunlar ortalığa? Müəllimin əmək haqqına baxın. Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan adamların müəyyən bir hissəsi 2 ilə oxuyan adamlardır. Bunlar müəllim qədrini hardan biləcək? Rusiyada müəllim alır 1000 dollar, Azərbaycanda alır 100 manat, 120 manat. Bununla təhsili inkişaf elətdirmək olar. Yaxud da ki, pensiyalara diqqət yetirin. Neft ölkəsində 100 manat pensiya alırlar. Bunun hesabatını vermək lazımdır millətə. Sağ olun. Cəmilə Sənli, sizin təşkilatınız üçün ayrılmış efir vaxtı bitdi. Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev. Buyurun. Əziz xalqım, gördüyünüz yenidən burada şantaja keçdi Həsənli Cəmil erməni qohumlarının verdiyi məlumat əsasında. Bəzən bu bizi provokasiya çəkir. Erməninin qaynatası Azərbaycan xalqı haqqında dediklərin hamısı təhqirdir. Mən demişəm, bu adam provokatordur. Bunun arxasında duran simasızlar, Kərimov Əli kimi, Qəmbərov Əli kimi şəxsiyyətsizlər bunu hazırlayır, göndərir bura. İstəyirlər ki, bunu mənə öldürtdürsünlər. Mən də bu xalqımı səhəddən artıq sevdiyimə görə istəmirəm ki, əlim bir erməni qaynatasının qanına bulaşsın. Axı ayıbdır, bu qədər şər böhtan, buradakılara qarşı bu qədər həqarət olmaz. Qorxusundan durdu qaçdı. Kişisən, sən niyə qaçırsan? Sən bu hakimiyyətlə belə qorxu qaçırsan. Sizin vicdanınız yoxdur, sizin namusunuz yoxdur. Siz ermənilərlə çörəkən qoxumluq var. Hafiz Hacıyev, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitdi və hörmətli tamaşaçılar, beləliklə bugün ictimai televiziyada prezidentliyə qeydə alınmış namizədlərin təşviqatı üçün ayrılmış ödənişsiz vaxtında dəyirmi masa yekunlaşır. Xatırladıram ki, hər həftənin tək günləri saat 21-də ictimai radioda, hər həftənin cüt günləri saat 19-da ictimai televiziyada qeydə alınmış prezidentlərin təşviqatı üçün hər dəfə 1 saat olmaqla hər həftə ictimai teleradioda ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Növbət verişlərdə görüşmək ümidi ilə salamat qalın.